Yeşaya 43-cü fəsil. İsrailin yeganə qurtarıcısı Rəbdir. İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, sənə həyat verən Rəb belə deyir. Qorxma, çünki mən səni satın aldım, səni adınla çağırdım, sən mənimsən. Dərin sulardan keçsən belə, mən sənlə olacağam. Çaylardan keçəndə batmayacaqsan, odun içindən qaçsan belə yanmayacaqsan, alov səni məhv eləməyəcək. Çünki mən sənin Allahın Rəbbəm, İsrailin müqəddəsiyəm. Sənin xilaskarınam. Misri sənin üçün fidyə, Kuş və Seva ölkələrini sənin azadlığının əvəzinə verdim. Sən nəzərimdə qiymətli, çox əziz olduğuna görə səni sevdiyim üçün sənin əvəzinə adamları, həyatın üçün ümmətləri verəcəyəm. Qorxma, mən sənnənəm. Nəslindən olanları şərqdən gətirəcəyəm, səni qərbdən toplayacağam. Şimala ver deyəcəyəm, cənuba saxlama söyləyəcəyəm. Oğullarımı uzaqlardan, qızlarımı dünyanın ucqar yerlərindən gətir. Mənim adımla çağrılan hər insanı İzzətim üçün yaratdığım, bəli, həyat verdiyim, yaratdığım hər bir adamı gətir. Gözləri olan kör, qulaqları olan kar xalqı gətir. Bütün millətlər bir yerə yığılsın, ümmətlər toplansın. Bunlardan kim bu sözü bəyan eləyər? Olub keçənləri bizə bildirər. Qoy onların şahidləri irəli gəlib bəraət qazansın. Dinləyib desin, bu düzdür. Rəbb bəyan eləyir. Siz mənim şahidlərim, seçdiyim qullarım, belə ki, məni tanıyıb, mənə arxalanasız, həm də anlayasız ki, mən oyam. Məndən əvvəl Allah mövcud olmayıb, məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız mənəm. Məndən başqa qurtarıcı yoxdur. Mən dedim və qurtardım. Mən bəyan elədim, aranızda başqa Allahlar yox idi. Siz şahidlərim. Rəbb bəyan eləyir, Allah mənəm, əzəldən bəri mən oyam, mənim əlimdən qutaran yoxdur. Mən bir şey eləyəndə buna kim mane ola bilər? Babildən qurtuluş. Sizi satın alan, İsrailin müqəddəsi Rəbb belə deyir. Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın eləyəcəyəm. Haldeylilər də öyündükləri gəmilərlə qaçacaq. Mən Rəbbəm, sizin müqəddəsinizəm, İsraili yaradanam, padşahınızam. Dənizdə və azğın sularda yol, riz açan, atlarla döyüş arabalarını, igid cəngavərləri ilə ordunu birgə yola çıxaran Rəbb belə deyir. Onlar yıxılıb, qalxa bilməyəcək, bastırılıb, piltə kimi söndürüldü. Əvvəlki şeyləri yada salmayın, köhnə hadisələr barəsində düşünməyin. Budur, mən təzə bir şey eləyirəm, o artıq baş verir. Məyər siz bunu başa düşmürsünüz? Bəli, mən çöllükdə yol salacağam, quru torpaqda çaylar yaradacağam. Mənim seçdiyim xalqıma su içitmək üçün çöllükdə su verdiyimə görə, quru torpaqda çaylar yaratdığıma görə, vəhşi heyvanlar, çaqqallar və dəvəquşuları məni ucaldacaq. Bu xalqı mən özüm üçün yaratdım ki, mənə həmdlər söyləsin. İsrailin günahı. Lakin sən, ey Yaqub nəsli, mənim adımı çağırmadın. Ey İsrail, məndən bezdin. Yandırma qurbanı üçün mənə quzular gətirmədin. Qurbanlarınla mənə ehtiram eləmədin. Sənə təqdimlərə görə əziyyət vermədim. Kündür təqdimləri ilə bezdirmədim. Mənim üçün pulla ətirli qamış almadın. Qurbanların piyi ilə məni doydurmadın. Əksinə, sən günahlarını mənə yüklədin. Təqsirlərinlə məni yordun. Mənəm öz xatirimə görə sənin üsyankarlığını silən. Bəli, mən günahlarını yada salmaram. Yadıma sal, gəl mühakiməyə gedək. Bəraət qazanmaq üçün məhkəmədə işindən danış. İlk əcdadların günaha batdı. Rəhbərlərim mənə qarşı üsyankar oldu. Buna görə də mən ibadətgahın rəhbərlərini murdarlığa vadar elədim. Yaqub nəslini qırğına, İsraili isə rəzalətə məhkum elədim.